işçilər dünyasını dəyişdi. Nəzarət olmayanda o üçün faciədir. Olur da 3 dəfə, 2 dəfə belə bədbəxt hadisələr olur. Bu günlərdə Xırdalanda təxminən 10-15 gün əvvəlcə paytaxtın Nizami rayonundakı tikintilərdən birində qaldırıcı qurğuların qırılması nəticəsində işçilər dünyasını dəyişdi və bu bir daha tikintilərdəki qurğuların, xüsusən kranların təhlükəsizlik məsələsi gündəmə gətirdi. Bu qurğular nə qədər təhlükəsizdir və bir də belə bir hal baş verə bilərmi? Qaldırıcı kranların, qurğuların, mexanizmlərin, avadanlıqların təhlükəsiz istismarı həyata keçirməlidir. Yəni bu mexanizmlərin, qurğuların, avadanlıqların aşma, uçma, yıxılma, dağılma kimi hallara qarşı mütləq önləyici tədbirlər görülməlidir. Sizcə onlar nə qədər təhlükəsizdir? Onlar sizcə təhlükəli ola bilərmi yoxsa? Təhlükə valla özlərindən asılıdır. Texnika əgər özləri nəzarət olmalıdır. Nəzarət olmayanda o üçün faciədir. İndi bir şey olmalıdır. Külək zad olanda, nə bilim belə şeylər olur. Burada avtokran var, fəhlələr, mühəndislər hamısı gündəlik təhlükəsizlik texnikasından keçirlər. Onlara məlumat verilir. Nə aydın deyil, özləri də soruşurlar. Başa salınır ki, nə tər işləmək lazımdır. Bizim o gördüyümüz o kran sonuncu dəfə nə vaxt yoxlanılıb müəyyən qurumlar tərəfindən, bu işə baxanlar tərəfindən? O kran bizdə icarədədir, yəni o kran bizim özümüzün deyil. O icarədər həmin onun vaxtaşırı şeydən keçməsidir, nədir? O baxır. Yəni biz o işə baxırıq. Biz onunla müqavilə bağlayırıq ki, sağlam kran verəcək, kran aşıqı da onundur, hər bir şey də onundur. Sazlığına da onlar cavab verirlər. Və sizin bu fəaliyyətiniz dövründə hər halda bu işdə çoxdan varsınız. Belə neqativ hallar olubmu? Olur da 3 dəfə, 2 dəfə belə bədbəxt hadisələr olur. Və həmin o bədbəxt hadisələr nədən qaynaqlandı, nədən baş verdi? Əsas səhlənkarlıqdan olur. Fəhlələrin səhlənkarlığından, sürücülər olub ki, səhlənkarlıq ediblər, gedib çırpıblar harasa. Qaldırıcı qurğuları idarə edən şəxslər sertifikasiyası olan şəxslər olur. Onların bu qurğuları idarə etmək üçün hüquqları olur. Əgər hər hansı bir nasazlıq varsa və yaxud da ki, texniki xidmətin göstərilməsi yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilir. Aparılan yoxlamalar zamanı kranların texniki pasportları, quraşdırma aktları, onların texniki müayinə hesabatları, texniki təhlükəsizlik sertifikatları və digər zəruri sənədləri yoxlanılır. Kran operatorları və onların təhlükəsiz istismarına cavabdeh olan mühəndis texniki heyət müvafiq attestasiyadan keçirilməlidir. Kranların təhlükəsizlik cihazlarının, həmçinin məhdudlaşdırıcı qurğularının istismara yararlı vəziyyətdə olması da onları istismar edən hüquqi və fiziki şəxslər tərəfindən daimi nəzarətdə saxlanılmalıdır. Bu və digər tədbirlər tikinti sahələrində həm işçilərin, həm də ətrafdakı insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilir.